Salam dostlar, bugün sizlerle birlikte təzə hesabda Savaş Tycoon oynayacağım. Bu oyunda mənim digər hesabda 14 rebritim var idi. Ham bilər bunu. İndi isə sıfırdan başlayırıq. Qırmızı toplayaqlar yoxdur. Dostlar, bu indi mənim ilk hesabımdır. Yəni təzə YouTube hesabı açıram. Çünki hamı açır, dedim mən də açım. Xəyallarımı gerçəkləşdirim. Və mənim xəyalım 1 milyon abunə olmaqdır. Lütfən kanalımı bəyənib abunə olmağı unutmayın. Bu oyunda çok avantajlıyım. Yani 14 rebriti olan adam ne kadar avantajsız olsun. Yakında inşallah təzədən 14 rebrite çıxaram. Grup ödülündən Famas verir bizə silah olaraq. Onu da almaq lazımdır. Güclü silahdır həqiqətən. Biraz gözlüyün sonra gəlmişsin, onu da verir. Özüm də xəstələnmişəm, boğazım ağrıyır. Amma yenə də YouTube-a həvəsim olduğu üçün çəkəcəm. Uşaqlar, siz də bu oyunu oynasanız buradan rebri aça bilərsiniz. Yəni bizə nə alıb ala bilmədiyimizi göstərir və konumlarım deyir. Bunu açıb bağlamaq olur. Mən bağlayıram. Bilirəm ki, hər şey var. Silahlarımızı aldıq. Həqiqətən çox güclü silahlardır. Çox gücsüzdülər. Heç nə axarda qalmışdı. Yedək formasalar gəldi. Niyəsə bu oyuna o qədər güncəlləmə gəlibdirsə, nə alsam aşağıda görsənir. Mən oynayan vaxtı elə deyildi amma. Başkalarının yerine konumla da geçmək olur. Xəritəni açırsınız tabii ki də onun üçün. Və burada yaşıl bayraq olan yer, yani bir dənə orada cami kimi bir yer olur, orada da bayraq olur. Orada savaşıb bayrağı almalısınız. O sizə 2 kat pul gətirir də. Belə bir şey adında yüksəldir. Mən 10 rebritim olduğu için 14 bildim də. Mənim uçan maşınım var idi. Ona 5 milyon vermişdim. O kadar bahaydı ki. Ayrı vaxtlarda 30 milyonumuz adım olur ama. Baba, yerime bir şey üçün çəkdi deyəsən. Helikopterlə gələn... Bakın. Yerime bir şey helikopterlə gəlmək istəyib. Deyəsən gələndə qoruma qalxanım olduğu üçün helikopteri yanır. Baba, gəlmə bunu burada çəkir. Nədəsən orada? Mən qalxan alım ki, gələsən. Ya, yeməzlər. Almayacağım, almayacağım. Uşaqlar, qoyun orada gəbərsin. Almayacağım, qalxın. Məncə siz də almayın, qalxın.
Qalxın anda çünki qoruma qalxanınız gedir. Bu bizi qorumaq üçün spawn qalxanınızda. Nəsə divar zad alsanız o gedir. Mən gəlməyim. Mən də almayım. Ala da bilərəm. Adam oradan düşüb. Ölər. Yəni. Öyle tank girdi. Adam patladı öldü. Adam patladı öldü. Çıkıda çıkımı yaptı. Uşaqlar, buradan kaydediləbilirsiniz silahlarınızı, ama bir satanda bu silahlar gelir de. Bir dənə qrup ödülünə yapıyorsunuz. Yerime deyəsən bir dənə ay girifdi. Şöyle. Uşaqlar, mən buradan kasıldım. Yerime çünki qalxanım yoxdur da. Ya bunlar o yerimde təyyarə var. Patlara bilərəm. Şunu gətir bax. Oh be. İki saatte adamı öldürdüm ben burada. Uşaqlar, gördüğünüz de təyyarəni. 200.000 para çıxdı çarkdan. Günü yedirlərdən də 500 para. 500. Olmuyor. Uşaqlar, sizə bir dənə taktik vereyim. Birinci para əşyalarını alın. Çünki para sizə gətirir də, onları almaq daha mantıqlıdır. Mənəm onları alırım birinci. Yenə nədir? Helikopter var. Sizə bir dənə də avanslar vereyim. Buradan siz renaklan rebit deməkdir. Rebitlə babınlar açır. 3 rebitdə helikopter açılır. 2 rebit. 100 rebitdə fabrika açılır. 2 rebitdə yana açılır. Nəyə var? Nəyə vurdu? Şafak durun canım. Bu arada bacım oyuna girdi. Bacımın adı Zəhradır. Oyundakı adı Fadimədir. Mehmet Fatih Sultanlar şeyine o kadar baxıbdır ki adını elə qoyur. Siz baş qoşmayın. Yerime drone girib, qoymur eşin eləyim. Drone da bombacı dronedur. Belə drone olar.
Yedim kuşadım təzdən gəlib onu döyüm mən. Tam tersi olar o məni döyə də bilər, amma bir şey olmaz. Sizin qaqaşınız onu bir öldürəcək indi. Havamız söndü. Yavaş da qaqaşım. Adamın adını əzbərlədim. 5 və 1 tüm olsun, adamın yerinə bomba atacaq. Eşmeliyə bunlar. Adam indi pusu atacaq. Başka adam yoktu axı, dronumu da yemişsiniz. Yine 25.000 verirəm mən bu qalxana. Patlatmayayım. Şey işte deyirəm, 8 və 1 tüm olsaydı. Mən onu almışdım ya da dronu. Ama onlar güclü dronlardı. Onları açmaq üçün operasyonlar eləməlisiniz. Mesela dedim kiminsə yerindən bir dənə parça çalın. Helikopter parçası. Gəlim onu satmayın yaxşı. Hala buraya yoxsa edəcəm. Satmayın böyle. Var, gəlmək yox. Yolun dönüşü yox. Şeyler aldım. Niye mi bu? Yanımda değil. Maşını çok yavaş. Bak maşını nasıl bu adam da kazandı. Kimin duvarı varsa onlar güçlü olur. Bundan çalmasam olar. Önce ben bunun kalkanını patlatmalıyım. Adamın kalkanını patlatmalıyım. Onu da yiyebilmem. Duyarlar. Ha bunun kalkanını yarayacağım. Baktım bana. Bunun da fabrikası yok. Garibanım. Hem benim için fakir fukra. Ne zaman evim bana. Aktaracağım, tıpacağım. Bir tane bozuk olsaydı, yine sırası var. Böyle eləməyin yəni. Siyah çirməyin, gəmi ilə geçin. Görək nə qədər pulum olar? 370 bin. Yaxşı buldu. 1 milyon olsaydı nə olardı ki? Pul da qəbul eləmirəm, o qədər nankor olmuşam.
Bozuk kanadı niyə bozuk adı? Uşaqlarım, mən bir yerə gedib gəlirəm tez. Sizi o qədər çox gözlətməyəcəm. Hədə qoyun biraz oynayım. Hamza yeniden salam dostlar. Ben ayak yoluna gitmiştim. Geçtim, su içtim, geldim. Umarım sizi çok gözletmemişim. O kadar bu videonu çekeceğim ki ikinci bölüm, üçüncü bölüm hamısında rebirth atacağım. Her iki gün bir rebirth olar bəlkə də. Hər bir gün də bir rebirth ola bilər düzdür kasasın. İnşallah 10 rebirth'e atarıq. Hələ 0 rebirth'imiz var. Rebirth atmaq da mantıqlı deyil. Hər şeyimiz gedir. Onları sonra alaram. Rebirth atanda alacağım. Koş. Bezimizi tamamlayırıq. Hələ divarları almaq var. Əsas iş elə ondadır. Oynayalım, görək oynayabilirik. Ekran fırlandı bayaq. Pulumuzu götürdük. Şimdi pulumuz var. Ondan sonra da duvar alaq. Yoruluram sonra da bakalım. Koş. Ee, 25.000 bunu 60.000 da bunu 85.000 bu 10.000 istiyorum. 85.000 pul lazımdır mənə. 85.000 pul lazımdır mənə. 110.000 evim dedim onlara. Burada ben 80.000 evə bir dənə gün xoşayırım. Bu uşaqlar gözündən mi oldu? Hələ oradakı qapılar da var yanına. Kəskin nişancı kulesinin kapısını alalım. Gedəyin alağında. 75.000 istəyir. Çox istəmir. Pulumun 75.000 olmasını gözləyəm. Həmin masum mən. Uşaqlar, bu serini sevdinizsə, bu bölümdən çəkərəm. Başqa oyunlarda çəkə bilərəm. Hansı oyunları çəkmişsiniz? Yorumlarda yazarsınız. Bilirəm ki, bu videoların heç birini
heç kəsin qarşısına çıxmayacaq. Bilmem, bəzi adamların videoları təzə olduğu üçün heç kəsin qarşısına çıxmır. Mənimki də olacaq. Amma yaxında 1 kişi, 2 kişi, 10 kişi, 50 kişi, 100 kişi kanalımı artıracağım. Kanalımın adı da dəyişikdə öz adımdan Ağaçarım Kərimlidir. Yəni mənim kanalımın adı odur. Kim gələr görəsən baxmağa. Mənim üçün bir abunə bilə bəsdir. Artıq yerimə kimsə girəndə buradan öldürəcəm. Bax. Kimsə yerinə saldır eləyək. Keçlik yapacağım. O kadar da cüzdü değilim yalan. Adamlar bana bir tane vurur, girerim vurur. Burada da güneş panelleri olmalıydı ya. 30.000 az. Ben bunların 250.000'e zada alırdım. Fabrikanın üstündekileri. Onlar axı daha çok pul getirirdi. Hem de yaxşıydı o. Ne kadar pul getirmek için. Yes. Isi gözünden vurdum. Öldüm hiç. Ayağımı kırdım. Güzelliğine paraşüt olar. Paraşüt dediğin 50.000 olar. Ve bunun qabağında zırh alacağım. 90.000. Üzücü anlar. Yine kıracağım bir yerlerimi. Ahırda öleceğim. Gezir böyle. Ahırda da ellerim var. Kimse gelip gelme. 3-4 tane bomba atar. Bir ölerim. Şaka, sizden bir söz soracağım. Roblox yoksa Brawl Stars veya da Minecraft hansını seçersiniz? Bence üçü de. Çünkü üçü de çok güzel oyundu. Nerede? Brawl Stars'ta neçə kupanız var? Benim öbürsü hesapta 13.000 ya da 15.000. Bu hesapta ise 1400 kupaya. Təzə açtığım için. Siz de yorumlarda neçə kupanız olduğunu belirleyebilirsiniz. Gözümü atlamak yere. Bunlar 334 milyon falan. Allah'ım bir gücün bir Allah'ım. Bunu 90.000 verir adam. Ben özümü öldüreceğim. Hiç ne doğru. Hatta 120 sakın olurdu. Sonra. Bu ne özünü 120'min istiyordu. Silah sıkanlar. 1 milyon lazımdı onun için. Bakayım.
bıçaq gəlsə, sən onu vursan, mən də bunun qabağında dursam, ölərəm görürsən. Operasyonlardan buradan da envanterimizə nəsə qoymaq olur. Yatar bilirsiniz, qoyunan da sizə öyrədim. Məsələn, siz yorulursunuz gedib onları götürmək üçün. Bəzi silahları sadəcə buradan elə tak deyə ala bilərsiniz. Məsələn, sadəcə kayd eləməlisiniz. Bu qədər asandır. Zırhınızı, vadını, bu belə, bu da belə. Burada pursuit var. Öyle deyəməm, güzel şeydir. Ben de buradan silahlarımı adımı düzeldim. Bunu da alın, bura duman granatı koyun. Yani bombası. Bura da fama. MP45. Mesela size oradan duman bombası gelmeyse envanterinize gelir. Bakın. Hatta 2 tane gelir. Envanterden bunları alırsınız. Bak böyle çiminize takarsınız. Bak görüşürüz. Tabii gördüğünüz gibi duman gelir, adamlar onun da düştü. Bunu da hazırlayıp tatasını aklına da öldürün de. Var adamların evet düştü. Her gün düşünürüm ki bir tatacağım. Size videomu sonlandıracağım da. Ben niye böyle gerizekalı kimi dumanlık bombası attım? Birazdan kuşanımı silahı. Çok büyük iş puldu. Bildirme. Ayda. Of bana bilmirəm. Yana kırdım bir yerden. Ayak kalçamı kırdım. Yüzgeçmeyin pulum olsaydı keşke. Oldu. Kendimi öldüredim, ölmedim. Uşaqlar çox istəyirsinizsə ücretsiz əşya oyun, ücretsiz əşya videoları da göndərə bilərəm. Məsələn, 99 gecədə elmas hilələri, bütün elmas hilələrini bilirəm. Sonra ücretsiz əşya bölümləriniz adını videolarını çəkə bilərəm mən. Məsələn, bu pelerin ətər almışam. Onu da çəkərəm bugün. Pelerinlə bir dənə gözlük videosu çəkəcəm. Başqa videolarda keçə bilərəm. Roblox hesabım da təzədir. Onun üçün çox ücretsiz əşya oyunlarına girə bilmirəm. Yəni də sizin üçün çəkməyə başlayayım da. Hayır, bir tata bilsəm video
tamamlanır. Buna 180 bin. Ha? Tamam. Buna da 200 bin. 380 bin. Bu nasıl pul kazanma şəkli diye. Ben bunu ilk başta oynadım. Oyuna təzə başlayanda, yani videoya təzə başlayanda onda 600 bin pulum zadım olurdu. Bu nədir belə? Çox az pul gətirir. Gedək nasıl olur yaxtələk. Həqiqətən gedir. Bunun formuna var. Bölüm nerede? Günlük ödüllesin. Haydi 380 bin pulum olsun. Yok olmuş. 180 bin pulum oldu. Sadece 200 bin kasmalıyım. Şimdi bana lazımdı 175 bin. 195 bin. Ve bırakın. Ben tez gelirim. Dostlar sizi yormak istemedim ve gittim AFK bıraktım ve pulum toplandı. Artık reboot atabilirim. Ama atmak için bir şeyler de lazım. Ama onları dur. 25 bin azada kafa alacağım ben. Evet ne kadarım. Helikopter sesi. Helikopter sesi. Evinin üstünde bir tane helikopter olmalı. Orada bir şey var. Onu da tara olabilir. Aha. Bu benimki iş açtı. Yine gelseydi öldürerdim onu. Gedən gəmiləri alağım. Mən dedim bu mənə arayacaq. Gəmilərimizi aldıq və rebirth atmaq üçün son 200 min lazımdır. Rebirth da 500 min istəyir. Onun üçün ücretsiz ata bilərəm. İlk rebirthim. Onun üçün mən ücretsiz təklif edəcək və ücretsiz rebirth atacağım. Ondan sonra bütün rebirthlərə 500 min istəyəcək. İstəsin 20 olsun, istəsin 150 rebirth olsun, yenə də istəyirəm. Buna 250 min.
Dostlar. Və aldım. Revis taxtı. Uşaqlar, bugünkü videomuz bu qədər idi. Hər günə 2 video atmağa çalışacağım. Max 3. Hamı sağ olun.